Bəs prezident vəzifəsi nə vaxt təsis olunmuşdu? Mayda 90 mayında. Azərbaycan SSR-in birinci prezidenti kim olur? Birinci prezident Ayaz Mütəllibov. Azərbaycan Respublikasının birinci prezidenti kim olur? Yenə Ayaz Mütəllibov. Bəli. Sonra Azərbaycan SSR-də bu hadisələrdən sonra bir sıra qərarlar qəbul olunmuş. Hansı qərarlar idi onlar? Bir sıra qərar. Hə, demək fevralın 5-də oldu. Aha, neçənci il? 90-cı il. Yox, 91-in fevralın 5-i. Burada Sovet sosialist sözü çıxarılır Azərbaycandan. Burada Azərbaycan Respublikası adlanır. Bir də ki, 3-cü dövlət bayrağı ayılsın. Dövlət bayrağı yenidən elan olunur. Və sonra deyir ki, referendum keçirilir. Hansı bölgəmiz bu referendumda iştirak etməkdən imtina edir? Naxçıvan. Nə zaman olur? Martda. Neçənci ilin? İlin də deyirəm. 91 mart. 91-in martında. Bəli. Sonra deyir ki, Moskvada Qarbaçova qarşı qiyam baş verir. Qarbaçov Krımda olanda bunlar çevriliş eləmək istəyir. 91-ci ilin 91-ci ilin mayında idi. Avqust idi, avqust. Çevriliş eləmək istəyirlər, amma sonra da birləşib bunun qarşısını alırlar və çevriliş eləyə bilmirlər. Bəs yaxşı, eyni zamanda Azərbaycanda hansı bölgələrdə? Nizami idi, Azadlıq meydanında idi, Naxçıvanda idi. Bəli, düzdür. Bəs yaxşı, Azadlıq bəyannaməsi nə vaxt qəbul olmuşdu? Bəyannamə 30 avqust. Neçənci il? 91-ci il. Nə deyir o bəyannamədə? Azad olma ilə bağlı qərarlar qəbul edilir. Bəli. Milli Şura nə vaxt yaranır? Şura, Milli Şura. Sentyabrında. Avqust ayıydı da. Nə var idi? Oktyabrın 3-ü. Oktyabrın 3-ü. Neçənci il? 91. 91. Bəs nə vaxt müstəqilliyi bərpa olunur Azərbaycan Respublikasının? 18 oktyabr. Neçənci il? 91-ci il. Hansı hadisə ilə bərpa olunur? Konstitusiya qəbul olunur. Akt. Yaxşı qutardı. Azərbaycan Respublikasının müstəqilliyini ilk tanıyan dövlət hansı olur? Türkiyə 9 noyabr. Daha sonra Dimansa. Hə. Deməli Rumıniya, Pakistan, İsveçrə, İran. Hə. Bəs yaxşı, Azərbaycan Respublikasının daxil olduğu, 91-ci ildə daxil olduğu ilk təşkilat hansı olur? Fevralda daxil olmuşdu. İslam konfransı təşkilatı. Nə vaxt daxil olmuşdu? Fevralda. Fevralda deyildi. Qarışdırırsan. Neçənci ildə daxil olmuşdu? Dekabrında idi, hə? Neçənci ilin dekabrında? 91-in dekabrı. Bəs 92-ci ildə ilk daxil olduğu hansıydı? 92-də ilk daxil olduğu, bir dəqiqə mən bu İqtisadi Əməkdaşlıq Təşkilatı. O fevralda idi. BMT-yə nə vaxt daxil olmuşdu? BMT martında, 92 mart. Aha. ATM nə vaxt daxil olmuşdu? 92-nin sentyabr idi. Yox. İyulunda. İyulunda. MDB-yə nə vaxt daxil olmuşdu? 93-ün sentyabr idi. Türksoya. 93-də elə. Cam. 7-də. 7-nə? 11 il. 1907. Yox, 2007. 1997. 1997. Şeyə döndü. Ayım Sovyet döndü. Bunu sən götürəsən. 9 var deyir orada. Washington prezidentliyi. Düz dedim mən. 97. 97. O gün 907 harda? dünən deyir bir nəfər deyir ki, bəs sizin videonu Bakıda hansısa məktəbdə tarix müəllimi hansısa bir dərsin izahı zamanı açıb uşaqlara göstərir. Başı xarab deyil müəllimlərin. Bizim izahımızı göstərir. Mən biz nə? Yox, bu sən zəhmət çəkib özü bir slayd hazırlamır, uşaq qabağına çıxır. Bir özü bir olsa izah eləsin də özü canlı. O video qoşub mənim izahımı göstərir, özü oturub baxır. Siz də uşaqlarla bərabər oturub baxır. Mən də izahda bir çovut şeylər deyirəm. Uşaqların hamısı eşidir. Biz də məni biraz məşhur edirik, sağ olsun, mənim xeyrimən. Dostum öz də əziyyət çəksin, elə. Allah'ım olsun, hamı qonur. Allah'ım qonur. Siz qazanırsınız. Yəni, qazanıram başı. İnşallah bizim videomuza göstərər. Allah qoysun, bizim videomuza göstərsin. Nə demək? Bütün Şuşa gələcək yanmaya sonra. Gəlin Allaha tərəf. Avropa Şurası nə vaxt qəbul olmuş? Riskini yerə keçsəydiniz. Avropa Şurası. Hə. Get soruş, yadından çıxsın. Tez oxuyum, Avropa Şurası. Necə? Avropa Şurası nə vaxt qəbul olmuş? Avropa Şurasına. Hə, daha 11-də, 11-də. 2011 nədir? Yox, 11 yox, mən nəsə, bu 2001-də. 2001-də. Qoşulmamaya nə vaxt qəbul olunur? Qoşulmama hərəkatına. 2003-də idi o. 2007. 12.
11. 11, o birisi 12 idi. O birisi nədir? Şeydən türklərlə TDAŞ. onunla. Türk Dövlətlər Əməkdaşlıq Şurası da görün. Türk dövlətlərlə əməkdaşlıq şurası. Ha, sağ. İstədiz çaşı mən o sən Yo, götürəsiniz. yo, yo, çaşma. Niyə sən çaşmaz deyil, neyiz? Sənə söz var. Sonra indi bax keçirik bu dərsdə yeni kitab əsasən davamı var da bunun. Köhnə kitabda bu dərs burada qurtarır əslində. Qutarsın bu. Yox, qurtarmır. Xocalı soyqırımından əhali kimi günahkar sayırdı. Azim tanım. Ona görə də Aydın Təlibov nə vaxt istefa verir? 5-6 mart. Neçənci il? 91-də, 92-də, Bəli. 5-6. Xahiş edirəm düşünərək danış. Zəhmət olmasa. Hə. Bəs yaxşı, bu Ayaz Mütəllibovun istefasından sonra kim icra edirdi prezident vəzifəsini? Ayda İsrafil idi. İsrafil kimdir? İsa sonradan gəldi. Həzrət İsa. Bəyən görürəm TikTokda bildirişlər ki, Həzrət İsa videonuzu bəyəndi. Mən də Dedim, getdim də mən. Çarmıxa çəkəcəklər məni. Ama ekspert Kim? yox, kim heç Yaqub Məmmədov. Yaqub ya. Bir də nə vaxt bərpa eləməyə çalışır Ayaz hakimiyyətini? Bərpa edir də sonra. Hə, nə vaxt? 14-ü, Hansı ayın? mayın. Hə. Bəs yaxşı, o bərpa eləyən kimi nə qanunları qəbul edir? Milli azadlıqlara, yəni şeydə ləğv edilməsi. Aha. Bir də ki, nəsə rejim yaradır da mən bu nə rejim idi? Fövqəladə. Fövqəladə rejim yaradır. Və sonra amma xalq qəbul eləmir də bunun bu hərəkətini. Hə. Nə baş verir? Üsyan. Nə zaman legitimləşir AXC Müsavat hakimiyyəti? 92-nin Aha. 18-i idi. Hansı ayın 18-i? Yanvarın 92-nin yox, bir dəqiqə. İyunun mayın 18-i. Mayın 18-i. Mayın 18-i. Mayın 18-i. Hə. Bəli, mayın 18-i. Kimyə olur orada? İsa orada İsa idi. Bəli. Bir də ki Milli Şura, Milli Məclis olur. Sağ ol. Afərin. Bir də ki o legitimləşir. Eyni gündə bilsən hansı rayonumuz işğal olunubdu? Hansı gündə? Laçın. Hə, Laçın işğal olmuş. Nə yaxşı bilirsən. Tamam. Qəşəng yerləri paylaşarsın. Qəşəng. Sağlığın dərdindən olmasın. Sonra iyunun 7-sində də Aha. Əbülfəz Elçi bəy gəldi. Bəli. Elçibəyin prezidentlik dövrü barədə nə deyə bilərsən? Ruslar çıxarılırdı. Ay, Təmizləyir, Ruslar şeydi. Azərbaycan valyutası buraxılır, manat buraxılır. Sonra başqa yox idi. Enerji. Sizin yaxşılığınıza bir iş görüb də, onu nə demirsiniz? Hə təhsil şeydə mən tələbələrin test imtahanı da belə. Bəli, test üsuluna keçirlər. Test üsuluna keçirilir. Bəli. Bir də ki, cəbhədə uğurlu müharibələr Hə oldu. ordunla gücləndirir, dövlətlə gücləndirir. Bəli. O da var. Amma ondan sonra bir problemlərimiz dayanmır da bizim. Azərbaycan çatmalı olan silah əksəriyyət ermənilərə çatırdı. Yəni ruslardan qaldı. Bu nə ilə bağlı? Bu haradır? Orada verilmişdi. Yazmışdı. Hansı? Məsələn ruslar çıxarlarkən Hə, Elçibəyin dövründə olur. Hə. Hə, bununla danışırsan. Hə. Bunu demirəm. başqa nə? Elçibəyin dövründə Azərbaycan bir sərrazəndə qiyamlar baş verir. Qiyam. Kimlərin qiyamı idi? Hə. Hə, əziz dostlar, əziz bilgələr, bugünkü növbəti bir sual-cavabımızla son qoyduq, başa çatdırdıq və bugünkü sual-cavabımız daha yaxşıdır. Artıq Emil kamera qarşısında hərəkət eləməyə uyğunlaşır, öyrəşir. Növbəti dərslərimizə ümidvaram daha gözəl çəkilişlərlə sizin qarşınızda olacaq. Düzdür Emil? Bəli. Sənin sözün var izləyicilərimizə. Can sağlığı. Can sağlığı arzulayır. Dünən də elə. Abunə olun, bəyənin, paylaşın dostlarınızla. Amma elə eləyin Şuşa əhalisi görməsin. Bəli, amma Şuşada dostlarımızdan paylaşmayın. Bu gün də aynı səsdir. Martın 3-üdür. Bu gün nə günüdür? Bu gün Brest-Litovsk müqaviləsinin imzalandığı gündür. Keçmirsən sən Brest-Litovsk? Keçmirsən, yox. 1918-ci yaşı qurtardı. 1918-ci martın 3-də Brest-Litovsk müqaviləsinin imzalanması ilə Sovet Rusiyası 1-ci Dünya müharibəsini tərk eləmişdi. Və biz də videonu bu sonluqdan tərk edirik. Özünüzə yaxşı baxın. Sən də əl elə. Sağ ol. Eləmə elə. Nice. Eləmə, eləmə. Bağla.